vəsayət. Baxın, ümumiyyətlə, bizim Azərbaycanda belə yanaşsaq, bu yanaşma ümumiyyətlə düzgündürmü? Tutaq ki, mənim qızımın etdiyi səhvə görə mən niyə vəzifədən uzaqlaşdırılmalıyam? Ümumiyyətlə, bu yanaşma nə yanaşmadır? Bunun da üzərindən istəyirəm bir qədər danışaq. Bu da hüququ anlamaqla bağlı məsələdir. Hüquqda, mən hər zaman deyirəm, hüquqda da məsuliyyət fərdidir, ibadətdə də məsuliyyət fərdidir. Bizdən bəzən deyirlər, kimsə kimin hesabına getdi, həcə ziyarət edərdi onun əvəzinə, yaxud da kimsə başqasının əvəzinə ibadət eləyənməz. Kimsə başqasının əvəzinə də məhkum oluna bilməz. Yəni, konkret hər kəs törətdiyi əmələ görə və fərdi məsuliyyət, hətta kollektiv bir yerdə iştirakçılıqla bir əməl törədirsənsə, yenə də o törətdiyin əmələ görə məsuliyyət fərdidir. Ayrı-ayrı, hər şəxsə ayrı-ayrı cəza müəyyən olunur. İndi bu, əslində, hüquq mədəniyyətinə uyğun gəlməyən bir davranışdır. Hətta bir ailədə kiminsə övladı çox yaxşı reputasiyası olan bir övlad da ola bilər, yaxud da bir narkoman ola bilər, gedib oğurluq eləyər, dələduzluq eləyər. Bu, valideyni ittiham eləməyə heç bir əsas vermir. Ən azı mənəvi ittiham ola bilər, amma hüquqi ittihama hədəf olaraq valideynin seçilməsi doğru deyil. İndi bir ailədə ailənin başçısı yeyib içib, bir səfih bir söz danışır. Bunun yoldaşı onun danışığına hansısa bir cihaz varmı ki, qoysun ki, bunu nəzarət eləsin ki, bunu danışmasın? Həm də cavab deyil onu etdiyi əmələ. Bu əslində bir utanç verici bir yanaşmadır. Yəni, məsuliyyəti fərdiləşdirmək lazım. O, ata oğluna görə cavab vermir, oğul ataya görə. Bax, bu prinsipləri bəzən tapdalayırlar. Yəni ki, bu ailədə ola bilsin ki, bir münasibətlər o səviyyədədir ki, kişi bu cür hərəkət eləyir. Onun qarşısını qadın ala bilmir. Qadın buna görə işindən məhrum olmalıdır. Ola bilərmi ki? Atasının hərəkətinə görə qızın təqib olunması heç bir halda yol verilən deyil. Yəni, bu, ümumiyyətlə, hüquq mədəniyyətinə nöqsanlı baxışın nəticəsidir. Yəni, buna heç bir halda yol vermək olmaz və bütövlükdə bizim qanunvericilik də buna imkan vermir. Yəni, həmən şəxslər məhkəməyə də müraciət edə bilərlər ki, mənim başqasının əməlinə görə mənim qardaşımla ya ən yaxın adamla xarakterlərimiz fərqli ola bilər. Elə ailə olub ki, biri həbsxanada vorzakon olub, elə adam olub ki, özü məsələn hərbidə milli qəhrəman olub. İki qardaş fərqli bir ailədə yetişmiş qardaş. Onu indi milli qəhrəmanı almalısan ki, qardaşın həbsxanada sənin deyək ki, bu cinayət əməlini törədir. Bu, ümumiyyətlə, yol verilməz bir məsələdir. Əgər burada işə görə nöqsan yoxdursa, məhz bu, indi də təbii ki, bu deyilməyə bilər bu məsələyə görə, motivə görə. Amma bu motiv məncə araşdırılmalıdır və onun hüquqları bərpa olunmalıdır. Deyə bilərik ki, Füzuli rayonunun icra başçısı özünü sığortalamaq və qorumaq məqsədi ilə Gülbahar Eyvazovanı qurban verdi. Ola bilər, bu da ola bilər, amma bu başqa, indi mən işin mahiyyəti ilə tanış deyiləm. Hər halda mənim fikrimcə məsuliyyətin fərdi xarakter daşıdığını hər kəs qəbul eləməlidir və kimsə öz tabeliyində olan işçinin onun atasına görə ya qardaşına görə işdən yaxşı bir işçini, doğru öz funksiyasını yerinə yetirən işçini buna görə azad eləyirsə, bu yol verilməzdir. Yəni, o baxımdan mən indi konkret hər bir əmələ görə işçinin mahiyyəti ilə tanış olmalısan ki, onu cavablandırasan, amma bütövlükdə əgər o motivli olursa, bu hüquqa uyğun davranış deyil. Amma indi burada əsas var ki, özü ərzə yazıb çıxıbdırsa, onda bu artıq könüllü bir akt kimi, hətta könülsüz olsa belə könüllü bir akt kimi qiymətləndirilir. Buna dəyərləndirmə verə bilmərik. Amma əmrlə kimisə işdən çıxarırlarsa qızını ya başqa, bu mütləq araşdırılmalıdır və buna hüquqi qiymət verilə bilər.